Salam, axşamınız xeyir olsun. Bu günlərin din, ilmi sınavdan birincini işləyirik. Demək, birinci sualla davam edirik. Birinci sualda nə deyir? Deyir, informasiyanın neçə növü var? İnformasiyanın 5 dənə növü var. İnformasiyanın 5 dənə növü var idi. Hansılar idi? Birinci, demək, görmə informasiyası. Görmə, gəlin yadınızda salaq. Görmə informasiyası. Sonra. Birinci görme informasiyasıydı. Sonra neydi? Sonra ses informasiyası, ses informasiyası. Üçüncü neydi? Üçüncü dad informasiyası. Sonra dördüncü gelirdi demek. Qoxu informasiyası, qoxu informasiyası. Beşinci de gelirdi demek. Ne? Beşinci de taktil informasiyası. Taktil, taktil informasiya. Demek informasiyanın neçə dənə növ oldu? 5 dənə növ oldu. Ona göre birinci sualda cevabımız oldu ne? C variantı. İkinci, informasiyanın xassəsi deyil. İnformasiyanın xassəsi deyil. Baxın, aktuallıq informasiyanın xassəsidir, tamlıq informasiyanın xassəsidir, etibarlıq xassəsidir, obyektivlik xassəsidir. Amma diskretlik nədir? Diskretlik alqoritmin xassəsidir. Alqoritmin demək xassəsidir. Sonra gəlirik üçüncü suala. Üçüncü sualda deyir ki, informasiyanın emal prosesidir. Yəni informasiyanın emal prosesi. Emal prosesi. İnformasiyanın emal prosesidir. Söhbət üçüncü sualdan gelir. Demək, elektrik enerjisinin istehsalı, kitabın ciltlənməsi, elektron məktubun göndərilməsi, mətnin tərcümə edilməsi nədir? Mətnin tərcümə edilməsi demək, informasiyanın emal prosesidir. Üçüncü sualda olduğu cavabımız D variantı. İndi dördüncü suala baxırıq. Deyir ki, dördüncü sualda deyir ki, informasiyanın növüdür. Qoxu informasiyanın növüdür. Dad informasiyanın növüdür. Baba ayaqlarım yazdı. Qoxudur, daddır, səsdir, taktildir, bunlar hamısı nədir? İnformasiyanın növüdür. Görmə də var idi, səs də var idi, amma video informasiyanın təqdim edilmə forması, təqdim edilmə üsuludur. Yəni, növü deyil, növü deyil. Sonra gəlirik 5-ci suala. 5-ci sualda deyir ki, informasiyanı qəbul edəcək şəxsin başa düşdüyü şəkildə verilməsi informasiyanın hansı xassəsinə uyğundur. Yəni, qarşı tərəfin başa düşdüyü şəkildə informasiyanı təqdim edirəmizdə, bu informasiyanın hansı növünə aid oldu? Anlaşıqlı şəkildə oldu, anlaşıqlı. Sonra 6-cı suala baxırıq. 6-cı sualda deyir ki, doğru ifadəni müəyyən edin. Doğru ifadəni müəyyən edin. Cari zamana uyğun olan informasiya aktualdır, bəli. Deyir ki, informasiya tamdırsa, o həmişə aktualdır. Xeyr. İnformasiya tam ola bilər, amma həmişə aktual olmaya da bilər. Elmi məqalələrdə informasiya həmişə aktual olur. Xeyr. İnformasiya başqasının fikrindən asılı deyilsə, o aktualdır. Xeyr. Etibarlı mənbələrdən alınan informasiya aktual olur. Ola bilər ki, etibarlı mənbələrdən alınan informasiya olsun, amma kimsə üçün aktual olmaz. Amma cari zamana uyğun olan informasiya həmişə aktual olur. Sezar üsulu ilə şifrələnmiş film sözünün şriftini demək müəyyən edirik. Söhbət 7-ci sualdan gedir. Və tutaq ki, baxırıq, film sözünü yazırıq film. Yəni, bunu götürün. Demək, yazırıq film. Film sözünü yazaq. Tutaq ki, birinci A bəndin işarə edirik. Tutaq ki, A bəndini seçirik, A bəndini seçirik. Deyirik ki, tutaq ki, düzgün cavab A bəndi. A, E, C, H yazırıq. F-dan sonra A gəlir. F-dan sonra nə gəlib? A gəlir. Məsələn, deyirəm ki, F-dan sonra A gəlir. Baxıram, F ilə A-nın arasındakı məsafə.
məsafəyə baxıram, görürəm ki, burada hı, görürəm ki, f ilə A-nın arasındakı məsafə. Baxın, f burada, f-nı yerin qeyd elədik. A da buradadır. 1, 2, 3, 4, 5, 5 oldu. İ ilə E-nin arasındakı məsafəyə baxaq. İ ilə E-nin 1, 2, 3, 4, 4 oldu. Demək ki, bu ola bilməz. Ola bilməz. İndi B bəndini yoxlayaq, B bəndini yoxlayaq. Shift zamanı B, E, B, E aldı. F ilə B-nin arasındakı məsafə. Baxın, F budur. B-nin arasındakı məsafə 1, 2, 3, 4-dən. Buradan bura qədər məsafə 4 oldu. İ ilə E-nin arasındakı məsafə eyni olmalıdır. 1, 2, 3, 4. Demək ki, bu da 4'dür. L ilə H-nın arasındakı məsafə 4 olmalıdır. 1, 2, 3, 4. Demək bu da 4'dür. M ilə İ-nin arasındakı məsafə yenə 4 olmalıdır. M budur, İ də budur. Baxın, 1, 2, 3, 4. Bütün hərflərin arasındakı məsafə eynidir. Demək ki, cavab nədir? B variantıdır. 7-ci sualda cavabımız oldu nə? B variantı. İndi gəlirik 8-ci suala. Deyir yenə Sezar sunulan şifrələnmiş disk sözünün şiftini K bərabərdir 5 olarsa müəyyən edin. 5, 5 artırır. Məsələn, D, İ, S, K-dır. D-dan 5 hərf sonra 1, 2, 3, 4, 5 İ olacaq. İ'dən 5 hərf sonra 1, 2, 3, 4, 5 nə olacaq? D-dan 5 hərf sonra S-dan 1, 2, 3, 4, 5 H olur. Sonra C-dan 5 hərf sonra 1, 2, 3, 4, 5 H olur. Yox. D-dan 5 hərf sonra, D-dan 5 hərf sonra oldu nə? Demək, D-dan 5 hərf sonra oldu 1, 2, 3, 4, 5 İ oldu. İ oldu. İ'dən 5 hərf sonra 1, 2, 3, 4, 5 nə oldu? C'dan 5 hərf sonra, C'dan 5 hərf sonra 1, 2, 3, 4, 5 H oldu. C'dan da 5 hərf sonra, C'dan da 5 hərf sonra 1, 2, 3, 4, 5 H oldu. Oldu İ, N, X, İ, N, X. Burada başqa heç bir cavab yoxdur. Hə. Demək oldu C-dan 5 hərf sonra 1, 2, 3, 4, 5. Bu düzgün cavab niyə belə oldu ki? Olur, yoxsa yox. Demək, söz disk sözüdür, disk sözüdür. Burada mən nə yazmışam? Diskdən söhbət gedir. Demək, D-dan 5 hərf sonra 1, 2, 3, 4, 5 İ. İ'dən 5 hərf sonra 1, 2, 3, 4, 5 N-dır. S-dan 5 hərf sonra S-dan 1, 2, 3, 4, 5 X-dır. K-dan da 5 hərf sonra, K-dan da 5 hərf sonra olur nə? Bu da bizim K-mız. 1, 2, 3, 4, 5 K. Mən bəyəklərin diski bu cür yazmışam. C-dan sonra aktarırdım. Bu cür yazılır. Bu cür yazılır. Demək olur nə? İ, N, X, P. İ, N, X, P. Oldu cavab nə? E variantı. 8-ci sualda cavabımız oldu E variantı. İndi gəlir 9-cu suala. Deyir ki, şagird Paint proqramında ağ-qara təsviri rəngləyir. O bu cür təsvir üzərində hansı informasiya prosesini yerinə yetirir? Demək, neyinir? Emal edir. Ağ-qara, demək, şagird Paint proqramında ağ-qara təsviri rəngləyirsə, o hansı prosesi yerinə yetirir? Emal prosesini yerinə yetirir. 9-cu sualda oldu cavabımız D variantı. İndi 10-cu suala baxdıq. Deyir ki, informasiyanın qrafik təqdim olunmasına aid deyil. İnformasiyanın qrafik təqdim olunmasına aid deyil, səs yazısı. Fotoşəkil aiddir, çertyoj aiddir, diaqram, sxem aiddir, səs yazısı aid deyil. Sonra, keçid alınıb 11-ci suala. 11-ci sualda deyir ki, hansı növ antivirus vaksinləşmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını alır. Demək, burada detektorlardır. İnformasiyanın kompleks mühafizəsi sisteminə aid deyil.
Demək, proqram aparat mühafizəsi var, təşkilatı mühafizə var, qanunvericilik mühafizəsi, demək, qanunvericilik mühafizəsi var, qanunverici mühafizə var, mühəndis texniki mühafizə də var, amma şəxsi mühafizə yoxdur. Sonra 13-cü sualdan deyir ki, antivirus proqramı deyil. Bax, A variantı bəli, antivirusdur, disk tip fragmentasiya bu nədir? Bu utilitdir. Yəni biz antivirusa aid deyil. Antivirusa aid deyil. Disk tip fragmentasiya nədir? Antivirus deyil. Antivirus deyil. Biz dedik ki, disk tip fragmentasiya nə üçün idi? Nə üçün idi? Biz dedik ki, utilitlərimiz var. Disk linatdır, scan diskdir, disk tip fragmentasiyadır. Disk tip fragmentasiya demək, diskin neyinir? İşini optimallaşdırır. Diskin işini neyinir? Optimallaşdırır. Sonra gəlirik 14-cü suala. Deyir ki, uyğunluğu müəyyən edin. Baxaq görə uyğunluğu müəyyən edə bilirik. Birinci gəlir, əməliyyat sistemini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssisləri necə adlanır? Söhbət 14-cü sualdan gedir. 14-cü sualdan. Demək, o bunu çatır. Deyir ki, 14-cü sualdan söhbət gedir. Deyir ki, müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyən mütəxəssislər. Baxın, 14-cü sualda. Bir də var ki, hakerlik sahəsində kifayət qədər biliyə malik olmayan, lakin digər hakerlərin tulitlərindən istifadə edərək kompüterlərin təhlükəsiz sisteminə ziyan verə biləcək mütəxəssisdir. Bunlar hansılardır? Demək, əməliyyat sistemini yaxşı bilən və eyni zamanda onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssisləri necə adlanır? Demək, bunlar nələrdir? Bunlar hakerlərdir. Sonra, İkincidə, demək, müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyən mütəxəssislər var. Onlar da nələrdir? Krikerlərdir. Sonra, üçüncü, hakerlik sahəsində kifayət qədər biliyə malik olmayan, lakin digər hakerlərin tulitlərindən istifadə edərək kompüterlərin təhlükəsizlik sisteminə ziyan verə biləcək mütəxəssislər. Bunlar da nədir? Onlar da ssenari uşaqlardır. 3-ə də gedir cavabımız A. Demək, 1-ə B, 2-yə C, 3-ə də nə oldu? A variantı oldu. Bir dəqiqə mən bunu düzəldim. Demək, nə oldu cavabımız? Demək, birinci deyir, əməliyyat sistemini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssisləri nə adlanır?
Söhbət 14-cü sualdan gedir. Demək, mütəxəssislərini bilən proqramlaşdıra bilən kompüter mütəxəssisləri nə adlanır? Demək, adlanır hakerlər. 1-ə getdi B. 1-ə getdi B. 1-ə getdi nə? B bəndi. 1-ə getdi B. İkinci, müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilənlər. Bunlar hansılardır? Bunlar da prikerlərdir. Demək, 2-yə getdi nə? C. Sonra, üçüncü, hakerlik sahəsində kifayət qədər biliyə malik olmasa da, digər hakerlərin triklərindən istifadə edərək kompüterlərin təhlükəsiz sisteminə ziyan verə biləcək mütəxəssislərdir. Onlar da nədir? Ssenari uşaqlardır. 3-ə də getdi nə? A. Oldu, düzgün cavabımız da E variantı. E variantı. 14-cü sualda cavab oldu nə? E variantı. İndi gəlirik 15-ci suala. 15-ci sualda deyir ki, bugün bazar günü Arif dostunun evinə qonaq girdi. Dostu ona qarşıdakı dayanacaqdan avtobusa minib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya ona geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət etmir. Dostunun verdiyi informasiyanın hansı xassəsi ödənilmir? Demək, tam informasiya vermir. 15-ci sualda cavabımız nə oldu? C variantı oldu. 16-cı suala baxırıq. Deyir ki, 16-cı sualda deyir ki, cari zamana uyğun olan informasiya, bu nədir? Aktualdır. 1-ə getdi nə? B variantı. Ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan informasiya demək üst-üstə düşürsə, bu etibarlıdır. 2-yə getdi nə? C variantı. Başqasının fikrindən asılı olmayan informasiyadır, yəni başqasının fikrindən asılı deyil. Onda da bu da obyektivdir, buna da getdi E variantı. 1B, 2C, 3-də E oldu A variantı. 16-cı sualda cavabımız nə oldu? A variantı oldu. 17-ci sual. Kompüter viruslarından qorunmaq səviyyəsinə aiddir. Demək, burada necə olur? Burada birinci virus kompüterə daxil olmasının qarşısı alınır. Kompüterin virusda daxil olmasının nə olur? Qarşısı alınır. Bir də demək, birinci bir gəlir, kompüterlərin viruslar daxil olmasının qarşısı alınır. Birinci bu gəlir. Sonra virus hücumlarının təsiri minimuma endirilir. Sonra 4 gəlir. Bir də virus hücumlarının qarşısı alır. Sonra 5 gəlir. 1, 4, 5 oldu A variantı. Sonra 18-ci sual. Deyir ki, informasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Burada gözün güzeylik şansına görə tanınması aiddir. Sonra nitqin özəlliyinə görə tanınma var. Bir də barmaq izlərinə görə var. Olur cavab 1, 3, 4, yəni B variantı. Uyğunluğu müəyyən eləyək. Söhbət 19-cu sualdan gedir. Demək, burada ictimaiyyətə məxsus proqram təminatıdır. Olur, burada ictimaiyyətə məxsus proqram təminatından söhbət gedirsə, sərbəst olaraq üzü köçürülə bilən və müxtəlif hüququ ilə qorunmayan proqram təminatı nə adlanır? Olur, 1-ə getdi B. Demək, 1-ə getdi B. Sonra, şərti ödənişsiz demək nələrdir bunlar? Şərti ödənişsiz proqram təminatı, biri var özəl proqram təminatı. Şərti ödənişsiz proqram təminatı deyirsə, burada bax, müəlliflik hüququ ilə qorunan və pulsuz yayınlanan proqram təminatıdır. Sonra, üçüncü özəl proqram təminatıdır. Özəl proqram təminatı deyəndə müəlliflərin yaxud qanuni sahibinin xüsusi mülkiyyəti olan proqram təminatıdır. Demək oldu 1-ə B, demək 2-yə E, 1-ə B, 2-yə E, 3-ə də nə oldu? 3-ə də C bənd oldu. 3-ə də C. Oldu nə? E variantı. Sonra gəlirik. Demək, 20-ci sual. 20-ci sualda nə deyir? 20-ci sualda deyir ki, mətn informasiyası, ədədi informasiya, bir də səs informasiyasını etməliyik, uyğunlaşdırmalıyıq. Riyazi ifadələr, ədədlər, tarix və zaman, verilənlər, bunlar nəyə aiddir? Demək, mətn informasiyası, əgər riyazi ifadələrdir, ondan sonra ədədlərdir, tarixdir, zamandır, verilənlərdir. Bunlar ədəd informasiyalardır. 2-yə getdi A.
2'ye getdi A. Sonra suyun şırıltısı, telefonun zəngi, quşların səsi, bu nədir? Səs informasiya. 3'e getdi B. 3'e getdi B. Sonra deyir ki, şeirdir, hekayədir, reklam yazısıdır. Burada getdi mətn. 1E, 2A, 3'də B. Oldu nə? Cavab C variantı. Sonra gəlirik 21-ci suala. 21-ci sualda deyir ki, süzgəc antivirus proqramlarının fəaliyyəti. Virusların çoxalma və zərər vurma məqsədi ilə əməliyyat sisteminə etdikləri müraciətləri tutub, təhlükəli əməliyyatlara nəzarət edir. Elə cavab budur. 21-ci sualda cavab olur A variantı. İnformasiyanın yadda saxlanma prosesi deyil. İnformasiyanın yadda saxlanma prosesi deyil. Mətnin oxunması. Burada nə edirik? Elan etmiş oluruq. Elan etmiş oluruq. Ona görə 22-də cavab olur A variantı. Sonra, amma B bəndində deyir, şagirdlərin siyahıya alınması qeyd edilir. Dəftərdə qeydlərin aparılması, informasiyanın diskə yazılmasıdır, cədvəldə verilənlərin qeyd edilməsidir. Bunlar hamısı informasiyanı yadda saxlayır. Amma mətnin oxunması emala aid. Yəni, saxlanma prosesinə aid deyil. Sonra gəlir 3-cü sual, 23-cü suala. 23-cü sualda da deyir ki, informasiyanın ötürülmə prosesində iştirak edən elementləri ardıcıl müəyyən edir. Birinci nə gəlir? Birinci gəlir informasiyanın mənbəyi. 3 gəlir. Sonra nə gəlir? Dekodlaşdırıcı qurğu 5 gəlir. 3, 5. Sonra nə gəlir? Rabitə kanalı 2. Sonra dekodlaşdırıcı qurğu gəlir. Ondan sonra da 1 gəlir. İnformasiyanın qəbul edilməsi. 3, 5, 2, 4, 1. Sonra 24-cü sual. Deyir ki, Troyan viruslarının növlərini müəyyən edin. Biri var, uzaqdan idarə edilmə proqramları. Sonra gəlir, uzaqdan idarə olunma, casuslar, bir də reklam proqramları. Olur 1, 2, 5. 1, 2, 5. Cavab oldu 1, 2, 5. Sonra, müəllim dərs izah edərkən şagirdlər hansı növ informasiya alırlar? Müəllim dərs izah edirsə, həm o şagirdlər görür, həm də eşidir. Olur cavab 1, 2. 26-cı sual deyir ki, informasiyanın biometrik mühafizə sistemlərinə aid olanı müəyyən edin. Barmaq izlərinə görə var. Sonra ayaq izlərinə görə yoxdur, üzə görə tanınma, bəli, var. Sonra bir də dırnağın quruluşuna görə tanınma, yox. Nitqin özəlliyinə görə bəli, var. Olur cavab 1, 3 və 5. 1, 3 və 5. Sonra 27-ci suala baxaq. Deyir ki, uyğunluğu müəyyən edin. İnformasiyanın xassələri, informasiyanın prosesləri. Demək, informasiyanın xassələri hansılardır? Bax, tamlıqdır, bir də anlaşıqlıdır. C, D. İnformasiyanın proseslərinə hansı aiddir? Ötürülmə prosesi var, diskretik alqoritmə aiddir. Bir də emal var. 1 C, D, 2-yə də A, E. İndi situasiyaya baxırıq. Deyir ki, A, P, P, L, E sözü var. K1-ə demək neyini mənimsədliyib. Gəlin bunu buradan kəsək. Baxaq. K1 ilə K2-yə baxaq. K1-ə mənimsədib demək nəyi? Demək, bu sözü mənimsədliyib. K2-yə nəyə mənimsədliyib? Homo. K2-yə də mənimsədliyib. Homo. İndi deyir ki, K1-dən bu əmələ gəlir. K1-dən hansı söz əmələ gəlib? Bax, bu söz əmələ gəlib K1-dən. K1-dən əmələ gəlib nə? E, T, E. K2-dən hansı sözü şifrələyərək əmələ gətirib? K-nı, K, R, K, H. Baxaq görək bunlar arasındakı demək söz neçə demək hansı sözlərlə əvəz olunur və aralarındakı məsafəni tapaq. A-dan E-yə. Baxaq görək A-dan E-yə. A-dan E-yə 1, 2, 3, 4 addım gəlir.
4 addım gəlir. P-dan T-yə. Baxın, P-dan T-yə. 1, 2, 3, 4 addım gəlir. 4 addım gəlir. Bunlar K1'lərin arasındakı məsafə nədir? 4'dür. İndi K2'yə baxaq. K2'yə baxaq. P ilə K-nın arasında. P ilə K-nın arasında. Demək 1, 2, 3. 3'dür. O ilə R-nın arasına baxaq. O ilə R-nın arasına. O ilə R-nın arasına. 1, 2, 3. Bu da 3'dür. İndi nə deyir? K1 və K2 açarlarına uyğun olaraq təyin edib yeni K1 üstəgələn K2 qiymətinə uyğun mən açar məqamları tapdım. Burada K1 ilə K2'nin cəmi nəyə bərabərdir? 4 ilə 3'ün cəminə bu da mənə 7 verir. 7. İndi deyir table sözünün shiftini müəyyən edin. Table sözünü yazıraq. 7 açar məqamına müəyyən edin. Baxın. 7, 7 gedirəm. T-dan 7 açar sonra nə olur? T hərfini tapıram. Budur. 7. 1, 2, 3, 4, 5, 6. Bax, bu da 7. Olur A. A'dan 7 açar sonra 1, 2, 3, 4, 5, 6, 7. H olur. B'dan 7 açar sonra 1, 2, 3, 4, 5, 6, 7. İ olur. L'dan 7 açar sonra L'dan. L budur. 1, 2, 3, 4, 5, 6, 7. S olur. S olur. E'dən də demək 7 açar sonra nə olur görək. E budur. 7 açar 1, 2, 3, 4, 5, 6, 7. Bu da L olur. Oldu nə? Demək oldu A, H, I, S, L. A, H, demək A, H, I, S, L. Bə. A, H, I, L, I, S, L. Da belə. Sonra gəlirik 29-cu suala. 29-cu sualda deyir ki, birinci A-nın qiyməti deyir 2'dir. 2'dir. Sonra deyir 1'i tətbiq elə. Üstünə 1 gəl. Üstünə 1 gəl. Oldu 3. Oldu 3. Gəl belə eləyək. Bunu belə eləyək. Demək, birinci 1'i yazırıq. Sonra 3'ü yazırıq. Sonra 2'ni yazırıq. Sonra 1'i yazırıq. 1'i yazırıq. 3, 3, 2, 3, 2, 1. Bir de 3, 1. 3, 1. Şimdi baxaq. A'nın qiyməti 1'dir. Deyir birinci üzərinə 1 əlavə edin. A'nın qiyməti 2'dir. Üstünə 1 əlavə edəndə A oldu 3. Sonra 3-cü sətirdə alınan nəticədən 2'ni çıx. 3'dən 2'ni çıxanda eləyir 1. 1. Sonra deyir 2'yə baxırıq. Alınan nəticənin kvadrata yüksək. 1'in kvadratı elədi 1. Alınan dəyişəni 1 əlavə elə. 1'in üzərinə 1 gələm eləyir 2. Sonra alınan nəticədən 2 çıx. 2'dən 2'sini çıxdım, qaldı 0. Sonra da deyir ki, 0'ın üzərinə nəyə gəl? 1 əlavə elə. 0'ın da demək 1, 2, 3, 4, 5. 0'ın da üzərinə 1 gəlim, eləyir 1. Demək 29'da cavabımız nə oldu? 29'da cavabımız oldu 1. Cavab nə oldu? 1 oldu. 1. İndi gəlir 30'a. Deyir ki, rəqəmlərin müxtəlif olan ixtiyar 3 rəqəmli natural ədədin rəqəmlərinin kvadratları yanaşı yazılarsa yeni ədəd alınır. Alınmış yeni ədədin rəqəmlərinin cəmini ən çox neçə yolla neçə ola biləcəyini müəyyən edir. Aha, ən çox deyir, ən çox. Ən çox dediyinə görə ixtiyari 3 rəqəmli deyir, 3 dənə böyük ədəd götürürəm. Demək, 3 rəqəmli ədəd ixtiyari və ən böyük dediyinə görə, ən çox dediyinə görə ən böyük rəqəm 9 götürürəm, 8 götürürəm, 7 götürürəm. Bunların kvadratları 81'dir. 9'un kvadratı 81, 8'in kvadratı 64, 7'nin də kvadratı eşit edir, 49 edir. İndi bunları cəmləyirəm. 8 üstə gələk 1, üstə gələk 6, üstə gələk 4, üstə gələk 4, üstə gələk 9. Bu da mənə verir. 8'in üstünə 1 gələndə 9, 9'un üstünə 6 gələndə 15, 15'in üstünə 4 gələndə 19, 19'un üstünə 4 gələndə 23, 23'ün də üstünə 9 gəldim, elədi necə? 32. Demək, cavab nə oldu? Cavab oldu 32. Daha belə. Ümid edirəm, başa düşdünüz. Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı baxın. Sağ olun, əziz uşaqlar.